Mammadov Mirzacan Kudaşoğlu, Azarüt kəndiri, rahmetlik Pancəli'nin kəndindəyim. Bu, belən ki, bu yağış dövründə çox pasatlar baş verib. Yollar hamısı çökülüb. Buraya bax yine, hamısı çökülüb. O tərəf, qabaqda da var. Bu yolun bu qabaqda da var. Hamısı yerler çökülüb. Sürücülər üçün bu diyor. Belən ki, təhlükələr. Maşın oradan gəlib, buradan da maşın gedir. Görsən ki, deyirlər bir-birinə. Bu yolun berbat halındadır. Ona göre bazı fasatlar baş verir, başladı. Bu yıl daha çok olub. Özü de bu Azarüt kəndində də belən ki, asfalt yolu hamısı çökündü. Neçə yerdə çökündü. Ciddi leysanlardan sonra baş verir, sürüşmələr və çökmələr baş verir. Bu da nəqliyyatın hərəkətinə həmişə çətinlik yaradır. Aidiyyəti orqanlardan xahiş edirik ki, bunları təmir etsin. Bu yol bugün belənçinə olub, yağışdan sonra olub. Bu yol həmişə təmiz olub. Bu yol təmiz olub. Belənçini birinci dəfə biz mən görmüşəm. Ümumiyyətlə yağışın yağması bu halları yaradır da. Hərdən olur da, hərdən olur. Bugün ya sobu buranı təmizləyirlər. Su gəlir bu tərəfə. Bax qarşı tərəfdə biz müşahidə edirik çökmələr də var. O da yəni hər yağış Çökmələr ondan olur. Çökmə aşağıdan çayın belənçinə çökmələr olur. Onu da düzəldirlər.